A düz xətti o mərkəzi çevrəyə A nöqtəsində toxunur. BAD 40 dərəcə olarsa, ABC bucağının dərəcə ölçüsünü tapın. Burada BAD-nin deməli 40 dərəcə olduğunu qeyd edək. AB qövsünə söykənir BAD bucağı. AB qövsü isə daxili bucaq həmişə söykəndiyi qövsün yarısı qədər olduğu üçün AB qövsünün deməli dərəcəsi 40 vurulsun 2, yəni 80 dərəcədir. Və digər tərəfdən isə BC diaqonal olduğu üçün çevrəni 2 yarım çevrəyə ayırır və çevrə də tam bucağa uyğun gəldiyi üçün yarım çevrə də 180 dərəcəyə uyğun gələcəkdir. Yəni biz 180 dərəcədən əgər 80 dərəcəni çıxsaq, bu zaman AC qövsünü dərəcə ölçüsünü taparıq. Bu da 100 dərəcədir. Və ABC isə AC qövsünə söykənən daxili bucaqdır və daxili bucaqda söykəndiyi qövsün yarısı qədərdir. Yəni 100 dərəcənin yarısı 50 dərəcə olar.